Əziz müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi imtahana artıq qısa zaman kəsiyi qalıb və imtahana qədər çalışdığım qədər sizə faydam toxunsun deyə bir çox izahlar, testlər göndərəcəm və istədim ki, keçən ilin imtahan sualları ilə sizə tanış edim. Çünki bu ildə bu tip suallarla qarşılaşacağımız gözlənilir. Qısacası sizdən bir dənə xahiş edəcəm. YouTube linkimə abunə olun, qruplarda paylaşın, daha çox müəllimin qarşısına çıxmasına şərait yaradaq. Birinci sualla davam edək. Şagird kəsik konusun sahə düsturundan istifadə edərək sinifin otağındakı dipçənin üzərini örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyənləşdirir. Neynir? Düsturdan istifadə edir. Biz də bildik ki, yeniliyə əsaslanaraq, əgər sənə hazır nümunə düstur veribsə, sən o düsturdan istifadə edirsənsə, taksonomiyada anlamaq mərhələsi olacaq, tətbiq olmayacaq. Məntiqi təfəkkürdür, doğrudur, prosedural bilik ona görədir ki, kökü fəaliyyətə dayanacaq. Deyərsən ki, niyə görə tətbiq olmasın? Çünki hazır nümunə, hazır düstur olacaq, tətbiq yox, anlamaq mərhələsi. Birinci sualın cavabı A variantı olacaq. İkinci sualda da deyir ki, yenə də Pifaqor teoremindən istifadə et, arxasını heç oxumuram. Yenə əgər cümlə səndə teoremdən istifadə et, nümunədən istifadə edərək yaz, istifadə et, yerinə yetir deyəcəksə, yenə sən buna da anlamaq mərhələsi deyəcəksən. Aşağıdakilərdən hansı səmərəli öyrənmə metodunu qurmağa və sinfin effektiv idarə olunmasına kömək etmir? Bax, gör nə deyir? Deyir ki, kömək etmir və düzgün oxuyun, xahiş edirəm sizdən nəyi istəyirsə. Əlbəttə ki, burada kömək etməyən olacaq. Şagirdlərin səhvlərinə düzgün münasibət göstərməyə kömək edəcək. Şagirdlərlə ünsiyyət qurmaq, ünsiyyət zamanı sözlərə diqqət yetirmək, sağlam psixoloji mühit, təlim nəticəsini elan etmək olacaq. Rəqabətə kökləyən öyrənmə mühiti olmaz, əlbəttə ki. Şagirdlərin dediklərinə davamlı şəkildə müsbət reaksiya olmaz. Olacaq 5-dən 6. Niyə görə? Bəlkə şagird səhv deyir, hər zaman sən ona niyə görə davamlı müsbət reaksiya verərsən? Birgə öyrənmə doğrudur, gözləntini düzgün müəyyən etmək doğrudur, sinif prosedurları da bu da doğrudur. Üçüncü sualda olacaq C variantı. Gəlin 4-ə baxaq. 4-də deyir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın hipotenusunu tap. Bax, bu 4-də artıq sənə nə deyir? Deyir, sən tap. Nümunə verməyib ki, xeyr. Sən işi icra edəcəksən. O zaman anlamaq olmayacaq. Əlbəttə ki, tətbiq etmək olacaq. Çünki sən nəticə itibarilə işi icra edəcəksən. Əlbəttə ki. 5-ci sualla davam edək. 5-ci sualda isə deyir ki, əziz müəllimlər, diaqnostik qiymətləndirmə ilə bağlı yanlış fikirləri müəyyən et. Diaqnostiklə bağlı yanlışları deyir müəyyən et. Görək yanlışlar hansılardır? Birdə deyir ki, diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan bölmənin sonunda da istifadə etmək olar. Bu doğrudur. Bunu götürməyəcəm. Şagirdin məktəbini və ya sinifini dəyişdikdə keçirilən qiymətləndirmə növüdür. Bu da doğrudur. Götürməyəcəm. Nəticələri yarımillik qiymətləndirməyə təsir edir. Bu summativdir. 3 aid deyil. 3-ü götürəcəm. Müəllim planlaşma aparmasına kömək edir. Bu diaqnostikdir. Qiymətləndirmə zamanı müxtəlif üsullardan istifadə etmək olar. Şagirdin təlim irəliləyişini izləməsinə xidmət edir. Bu da diaqnostik deyil, irəliləyiş olacaq, formativ. Müəllim şagirdin təlim nəticələrini necə inkişaf etdirəcəyini təsir edir. Bu da diaqnostikdir. Şagirdin bölmə ərzində öyrəndiklərinin ümumiləşdirən prosesdir. Bu summativdir. Müəllim şagirdin mövzu ilə bağlı nəyi bilib-bilmədiyini müəyyən edə bilər. Bu diaqnostikdir. Təhsil səviyyəsinin sonunda aparılan monitorinq qiymətləndirmədir. Bu da diaqnostik deyil. Əlbəttə ki, cavabımız nə oldu? 3 oldu, 6 oldu, 8, bir də 10 olacaqdır. Cavabımız C variantı olacaq. Çünki bizə deyir, diaqnostikə aid olmayanı deyir. 6-cı sualına davam edək. 6-da deyir ki, sizə sinfin məktəb tədbirini təşkil etmək tapşırılmışdır və büdcəndən kənara çıxmamaq şərti ilə müxtəlif xərclər olacaq. Onu sən hesablamalısan. Əziz müəllimlər, inteqrasiya bilirik ki, olmazsa olmaz mövzulardan biridir. İnteqrasiya ilə bağlı hər zaman bir dənə sualımız olur. Burada bizə həyati məsələ verib. Hansısa mövzu ilə əlaqələndirməyib ki, sən onu fənn üstü, fənlər arası götürəsən. O zaman olacaq yalnız fənn üstü. Çünki
həyatda gördüyü nümunə gətirəcəksən. Məsələn, deyirsən ki, bayramla bağlı nə qədər xərcin çıxdı, sən onu hesabla. Ona görə yalnız fənnin üstü olacaq. Hər hansısa bir mövzunun əlaqələndirməsi olmadığına görə mən onu fənlər arası fənnin üstü deyə bilməyəcəm. 7-ci sualından davam edək. Görək 7-də nə deyir? Şagirdin dərsə maraq göstərmədiyini müşahidə edən müəllim bu problemi həll etmək üçün nə etməlidir? Müəllim hansı yanaşmanı etməlidir? Gəlin baxaq. Şagirdi tənqid edərək cəza olmaz. Biri götürmədim. Birlə olan variantların üstünə xətt çəkdim. Belə çox sualları, variantları görüb qorxmayın. Çıxdaş edin. Şagirdə düşünmə vaxtı verməmək yox, vermək lazımdır əslində. 2 də olmayacaq. Sonra dərsdən əvvəl səbəbi araşdırmaq. Dərsdən əvvəl biz neyini belə deyim də öncə görücü deyilik ki, səbəbi araşdıraq. 3 də olmayacaq. Avtomatik çıxdım. Elə cavabım C qaldı. Görürsünüz nə gözəl asan da oldu. Amma gəlin baxaq görək ki, niyə görə C-dir? Görək C-də nə var? 4. Şagirdin onun potensialına uyğun tapşırıqları təmin etmək, bərabər imkanları yaratmaqla ola bilər. Daha sonra şagirdlərin təhsil tələbatını öyrənmək, bu da doğrudur. Dərs zamanı şagirdlərin İKT-dən istifadə etməsini təmin etmək, rəqəmsal bacarıqları formalaşdırmaq, o 21-ci əsr bacarıqlarına istinad edəcək. 7 də olacaq. Müxtəlif təfəkkür növünə yönəlik tapşırıq vermək, bu da doğru yanaşmadır. Bax, görürsünüz əziz müəllimlər, çıxdaş etməklə də düzgün variantı tapa bilərik. 8-ci sual. Şagird sinif otağındakı dipçənin üzərini örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyən edir. Gəlin bu suala baxaq ki, keçən il bu da riyaziyyatçılarımıza verilmişdi sertifikasiya mərhələsində. Şagird müəyyənləşdirəcək, sən baxma ki, müəyyənləşdirəcək, o icra edəcək, ölçüb biçəcək ki, görün bunun diametri nə qədərdir. Bu dipçənin üzərini örtmək üçün nə qədər, neçə santimetr kağız lazımdır və s. və ilə axır. O zaman olacaq tətbiq, prosedural bilik, məntiqi təfəkkür C variantı olacaqdır. 9-da da deyir ki, sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona getməlisiniz. Keçən il bu imtahan sualı düşmüşdü və biraz da müzakirələrə hətta səbəb olmuşdur. Ümumi məsafəni, bu məsafə üçün lazım olan yanacaq sərfiyyatını və effektiv marşrutu müəyyənləşdir. Burada effektiv sözü səni aldatmasın. Məsələn, elə bil deyirsən ki, bir neçə rayona səfərə getmək istəyirsən, daha az yanacaq, daha effektiv hansı olacaq rayon. Sən neyinirsən? Məsafəni hesablayırsan və hesablayırsan ki, ora nə qədər yanacaq gedəcək. Ona görə işin icrası var. Burada tətbiq etmək olacaqdır. Sonuncu sualda isə nədir? Şagirdlər sinifə tətbiq olunan prosedurlara əməl etmirlərsə, bunun səbəbləri aşağıdakılardan hansı ola bilər? Deməli, sinifdə prosedur var, şagirdlər də buna əməl etmirlər. Gəlin görək burada hansı olacaq. Bilirik ki, ümumiyyətlə sinifin idarə olunmasında qayda prosedur çox önəmlidir. Müəllim prosedurun mərhələlərini məşq etməyib. Doğrudur, bu olacaq. Çünki öyrət, məşq et, möhkəmləndir strategiyasına əsaslanmalıdır. Yox, bilin növü əhəmiyyətli deyil. 2-də çıxacaq. Müəllim prosedurun mahiyyətini öyrətməyib. Doğrudur, 3-də olacaq. Valideyn iclasının ümumiyyətlə buna əhəmiyyəti yoxdur. Prosedur məktəb qaydalarına yox, sinif qaydalarına aid olmalıdır. Bu da yanlışdır. Qiymətləndirmə strategiyasının burada əhəmiyyəti yoxdur. Prosedurda müəllim israrlı olmalıdır, doğrudur. Bir də müəllim ona vaxt sərf etməlidir. Yəni, proseduru əgər biz düzgün şəkildə riayət ediriksə, əlbəttə ki, burada öyrət, məşq et, möhkəmləndir strategiyasına əsaslanmalıyıq. Bu da variant olaraq 1-3-9-da olacaqdır. Çalışdığım qədər videonu qısa etməyə çalışdım. Uzun müddətli olub, yorucu olmasın. Ümid edirəm ki, az da olsa sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, bu kimi videolardan yararlanmaq istəyirsinizsə, kanala abunə olmaqla dediyim kimi, yoldaşlarınızla paylaşmağı, hətta şərhdə yazsaz sevindirərsiniz. Əməyə dəyər olaraq bu kimi videolarla daha çox qarşılaşmağımızda şərait yaradar. Hər birinizə dəyərli müəllimlər imtahanda uğurlar arzulayıram. İnanıram ki, öz peşə fəaliyyətinizə gözəl şəkildə davam edəcəksiniz.